Esselamu Aleyküm değerli izleyicilerimiz. Deməli, Balakən şəhərinin en güzel kəndlərindən biri olan Tülü kəndində, Qıraqoba adlanan ərazidə 27 sot torpaqla bir yerdə həyat evimiz satılır inşallah. Deməli, evimiz budur. Belə göstərim. Ev hal-hazırda natamam təmirlidir. İçində evin əlavə tikintisi üçün materiallar da var. Belə göstərim. Deməli, ana yoldan cəmi 60-70 metr məsafədə yerləşir. Marşrut və digər texnikalar hamısı buradan keçir. Məktəbə və mağazalara çox yaxındır. Deməli, girişində belə Allahın izni ilə qəşəng hasarı var. Dəmir, daha doğrusu dəmir darvazası var. Qarşısından bu tərəfdən yol keçir belə. İnşallah keçirəm həyatı tam şəkildə göstərməyə. Deməli, evin ümumi görüntüsü budur. Ümumi görünüşü budur inşallah. Deməli, evin həyətində 500 dənə daş, təxmini olaraq da 2000 dənə də kərpic var və digər materiallar da həyətdədir. Yəni hal-hazırda evin dəmir konstruksiyasına qədər, yəni armaturuna qədər alınıb, qoyulubdur belə. Belə göstərim. İnşallah mən bir dənə torpaq sahəsini göstərəcəm. Sonra keçəcəm evin içərisində inşallah. Qazı, suyu, işığı və internet xətti hamısı evin qabağından keçir. Hal-hazırda suyu, işığı, hər bir şey çəkilibdir, hazırdır. Belə göstərim inşallah. Təxmini olaraq həyətində 35 dənə fındıq ağacı var və digər meyvə ağacları da var. Və bağın suvarılması üçün həyətindən su da keçir. Doğrudan da bu qiymətə, bazar qiymətindən qat-qat aşağı verilir. Yəqin ki, videonun üzərində qiyməti görürsünüz. Ev kubikdən tikilib 2 qat daşdan istifadə olunubdur evin divarları. Belə göstərirəm. İnşallah. Bir daha qeyd eləmək istəyirəm ki, Balakən şəhərinin Tülü kəndində Qıraqoba adlanan ərazisindədir ev. Evin üstü dəmir şifirdir. Keçirəm inşallah evin içərisini göstərməyə. Evin ümumi görüntüsü budur. Keçim inşallah evin içərisini sizə göstərməyə. Evin demək olar ki 90% materialları alınıb. Evin içərisində də müəyyən işlər görülüb. Hal-hazırda məsəl üçün belə deyək, evin içində yaşayaraq əlavə təmir işləri apara bilərsiniz Allahın izni ilə. Deməli, evimiz ümumi 2 otaqlıdır. Tavanına gips kardon vurulub, yəni alçıfan. Yer şam taxtadır. Belə göstərim inşallah. Evin girişində qapısına qədər qoyulub. Pəncərələr plastikdir. Yəni hal-hazırki gündə evdə yaşayaraq əlbəttə ki, əlavə təmir işlərini də görmək mümkündür. Cəmi 33.000 manata təklif olunur. Təbii ki, reallıq olsa qiymətdə endirim olacaq inşallah. Belə göstərirəm Allahın izni ilə. Səhifədə nömrəmiz qeyd olunubdur. 7-24 saat yaza və ya zəng edə bilərsiniz. Bir daha qeyd eləmək istəyirəm ki, bu görünən kərpicləri, kubikləri və armaturları hesablasaq, özünüz də biləcəksiniz ki, doğrudan da çox ucuz qiymətə təklif olunur. 500 dənə kubikdir. 2000-dən bəlkə də çox kərpicdir və materialdır. Allah mağazə mülkünüzə bərəkət versin. Esselamu Aleyküm.